Mən həmişə demişəm, bugün də yeri gəlmişkən deyirəm ki, mən öz belə deyək də məqamım, mənəvi dərəcəm barədə danışmağına dəyməz. Mənə nümunə kimi baxmayın qətiyyən, xüsusən gənclərə müraciət eləmək istəyirəm. Amma mən neçə ildir buradan danışıram, mən bəlkə də böyük iddia kimi səslənir, danışdığım sözə cavab deyəm. Danışdığım sözə cavab deyəm. Yəni, danışdığım sözün qiyamət günündə dəlili var, sübutu var. Allaha deməyə dəlilim var, hər bir sözümə görə. Məsələn, bu mənim şəxsi fikrim olar, bugün belə ağlıma gələ, belə danışım, sabah elə gələ, elə danışım, cəmaatı yığım burada öz bildiyi, öz keyfimə düşən kimi sözləri danışım, bu olmaz, belə bir şeydən mən çox çəkinmişəm həmişə və sözümə arxain ola bilərsin.